Salam dəyərli izləyicilər. Bugün şəkildə gördüyünüz məsələnin həllini vermək istəyirəm. Demək, iki qat maylama mövzusundan olan bir məsələdir. Məsələdə deyilir, çiçəkli bitkidə yumurtalıqda yumurtacıqların sayını bizə n verib, n qəbul eləmək verib. Demək, maylamadan bilavasitə əvvəl spermlər rüşeym kisəsinə daxil olmadığı halda oradakı hüceyrələrin sayını x verib. Biz bilirik ki, ümumiyyətlə maylamadan bilavasitə əvvəl rüşeym kisəsində 3-ü bir qütbdə, 3-ü digər qütbdə, biri də ortada 2n olmaqla mərkəzi hüceyrəni nəzərdə tuturam. 2n olmaqla cəmi 7 hüceyrə olur və bu 7 hüceyrənin xromosom dəsti də 8-ə bərabərdir. Mərkəzi hüceyrəyə görə bir dənə çox verir. Demək, buradan tapırıq x-in qiyməti bərabər imiş 7-yə. Yəni 7n-ə, məsələdə şərtə görə 7n-ə. Digər tərəfdən əmələ gələcək meyvədə toxumların sayını y verir. Bilməliyik ki, ümumiyyətlə yumurtalıqda yumurtacıqların sayı neçədirsə, əmələ gələcək meyvədə toxumların sayı da bir o qədər olacaq. Yəni yumurtacıq sayı həmişə toxum sayına, o isə rüşeym kisələrinin sayına bərabər olur. Amma yumurtalıq sayı, burada diqqətli olaq, yumurtalıq sayı həmişə 1-ə bərabərdir. Deməli, buradan da belə çıxır ki, bizdə y-in qiyməti n-ə bərabərdir. Bizdən məsələdə x və y-in cəmini tapmağı tələb olunur. Demək, x-imiz 7n idi, y-imiz isə toxum sayı, yumurtacıq sayına, yəni n-ə bərabər olduğunu qəbul etsək, cavabımız 8n olmuş olacaqdır. Doğru cavab A variantı.